Salam, hər vaxtınız xeyir olsun. Bugün birinci hissə 2025-ci ilin nəşrindən kələsizlər və kələlilər yarımtipi balıqlar, başı xordallar sinfi testlərinin izahına baxacağıq. Birinci sualdan başlayaq. Keçici balıq. Keçici balıqlar dənizlərdə yaşayırlar, çoxalmaq üçün çaylara gedirlər. Bunlara nərəkmilər dəstəsinin nümayəndələri aiddir. Nərə, bölgə, qaya balığı, bir də qızıl balıq keçici balıqlara aiddir. Burada da bölgə nərəkmilər dəstəsinin nümayəndəsidir. 2. Keçici balıqlara aid deyil. Gəlin nərəkmilər sinfinin nümayəndəsini, bir də qızıl balığı silək. Uzunburun çıxdı, bölgə çıxdı, nərə çıxdı. Qızıl balıq xorel, şirin su balığıdır. Yalnız şirin sularda yaşayır. Xanı balığının pulcuğu nədən təşkil olunmuşdur? Xanı balığı sümüklü balıqlara aiddir. Pulcuğu da sümükdən təşkil olunmuşdur. Xanı balığının pulcuqlarının üstünü örtən seliyi ifraz edən dəri vəzlərdir. Dəri vəzlərinin ifraz etdiyi selik həm balığı mikroorqanizmlərdən qoruyur, həm də suda sürtünməni azaldır. 5. Akulalarda qəlsəmə yarıqlarının minimum sayı, qığırdaqlı balıqlarda 5-7 cüt qəlsəmə yarığı olur. Minimum deyir deyə 5 cüt, yəni 10 ədəd qəlsəmə yarığı olmuş olacaq. 6. Hansı balıqlarda üzmə qovuğu olmur? Üzmə qovuğu olmur. Qığırdaqlı balıqlarda, akulalarda və skatlarda. Xanı balığında iri qəlsəmə gətirici və qəlsəmə çıxarıcı damarların sayı nə qədərdir? Xanı balığında başın sağ və sol tərəfində 4 qəlsəmə olur. 4'ü sağ tərəfdə, 4'ü sol tərəfdə olur. Qəlsəmə gətirici çıxarıcı da ona uyğun olaraq 4 cüt gətirici, 4 cüt qəlsəmə çıxarıcı damar vardır. 8. Akulaların maksimum neçə qəlsəmə yarığı olur? 5-7 cüt olur. Maksimum deyir deyə 7 cüt, yəni 14 ədəd qəlsəmə yarığı olacaq. Skatda da 5 cüt minimum qəlsəmə yarığı var. Balıqların onurğası neçə şöbədən ibarətdir? 2 şöbədən ibarətdir, gövdə və quyruq şöbələrindən. Qədim suda qurda yaşayanların əcdadı balıqların hansı dəstəsinə aiddir? Pəncüzgəcilərə aiddir. Bu balıqların üzgəclərində sümük olmuşdur. O sümük sayəsində üzgəclərindən ayaq kimi hərəkət edirmişlər. Bir müddət sonra onlar quruya çıxıblar. Quruda tərpənməyə başlayıblar. Sonra onlardan təkamül nəticəsində uzun illərdən sonra suda quruda yaşayanlar əmələ gəlir. Sümüklü balıqlarda neçə qəlsəmə qapağı olur? Sümüklü balıqlarda hər qəlsəmənin üzərində, yəni sağ və sol tərəfdə qəlsəmə qapağı olur. Ümumi 2 ədəd qəlsəmə qapağı olur. 13. Qığırdaqlı balıqlarda neçə qəlsəmə qapağı olur? Qığırdaqlı balıqlarda qəlsəmə qapağı olmur. Latmeriya aiddir balıqlar sinfinə. Forel aiddir. Forel də olacaq xordallar tipinə aid olar. Üzmə qovuğu və qəlsəmə qapağı var. Akulanı, skatı çıxırıq. Bunlar qığırdaqlı balıqlardır. Delfin məməlidir. Əlaqəsi yoxdur. Neştərçə də olmur üzmə qovuğu. Bizə deyək. Neştərçədə də olmur üzmə qovuğu, qəlsəmə qapağı. Şamay isə sümüklü balıqdır. Onlarda üzmə qovuğu və qəlsəmə qapağı var. Sümüklü balıqların hansında yan xətt orqanı nəzərə çarpır? Sümüklü balıqlardan siyənəkçimlər dəstəsində, siyənəkdə, kirkədə yan xətt orqanı nəzərə çarpır. Xanı balığının skeletində fəqərələrin aşağı çıxıntılarının sayına görə nəyi müəyyən etmək olar? Fəqərələrin aşağı çıxıntılarının sayına görə nəyi müəyyən etmək olar? Quyruq fəqərələrinin sayını müəyyən etmək olar. Çünki aşağı çıxıntılar yalnız quyruq fəqərələrində olur. Yəni bunun sayı neçədirsə də o qədər də deməli quyruq fəqərəsi vardır.
19. Xana balığının ürəyinin mədəci yığılan zaman arteriya damarına neçə və hansı növ qan vurulur? Deyir, ürəyinin mədəci yığılanda gəlin burada xana balığının ürəyinə bənzəyən bir sxem çəkək. Bu olsun bunun vena damarı. Vena damarı gəlir ürəyin qulaqçığına. Bu onun qulaqçığı olsun. Burada da onun mədəciyi. Qulaqcıq, bax, vena damarı gəldi qulaqcığa, qulaqcıqdan mədəciyə, oradan da çıxdı qarın aortasına. Buradan da lap belə biraz da gəlin böyüdək. Burada olsun, məsələn, qəlsəmələr 1, 2, 3, 4. 4'ü sağ tərəfdə başını, 4'ü sol tərəfdə. Qəlsəmələrdə təmizləndi. Qəlsəmələrdən getdi qəlsəmə arteriyasına. Bədənə fırlandı bel arteriyası ilə, təzədən gəldi, yenidən qayıtdı hara? Vena damarı ilə gəldi, yəni qulaqçığa, sonra mədəci bu formada dövr etdi. Baxın, indi ürəyə gələn damar, daha doğrusu, ürəyə hansı qan gəldi? Vena damarı ilə bircə dənə qan gələ bildi, venoz qan gələ bildi. Başqa arteriya damarı ilə arterial qan gəldi, elə bir şey varmı? Yoxdur. Yalnız ürəyində ona görə deyirik ki, bir növ venoz qan olur. İndi mədəci yığılan zaman bunun ürəyində onsuzdakı bir dənə venoz qan olur. Budur mədəci. Bu mədəci yığılanda da bu arteriya damarına, qarın aortasına yalnız bir növ venoz qan vurulacaq. 20'yə baxaq. Balıqlarda hərəkət koordinasiyasını idarə edən mərkəzinin yerləşdiyi baş beyin şöbəsini müəyyən edin. Hərəkət koordinasiyası beyincikdədir. O da 3 ilə göstərilmişdir. D bəndi. 21. Neştərçəni balıqdan fərqləndirən xüsusiyyəti müəyyən edin deyir. Ürəyin olmaması elə bu neştərçənin balıqdan fərqləndirən xüsusiyyətdir. Çünki neştərçənin ürəyi yoxdur. Amma balığın ürəyi var. 22. Şəkildəki balıqları fərqləndirən xüsusiyyətləri müəyyən edin. Borulu sinir sisteminin olması ikisində də var. Baxın, bu xanı balığı da sümüklü balıq, bu qığırdaqlı balıq da akulladır. Qapalı qan damar sisteminin olması ikisində də qapalı qan damar sistemidir. Bir qan dövranı ikisində də var. Skeletin qığırdaq toxumasından təşkil olunması bu artıq təkcə aiddir hansına? Akullaya, qığırdaqlı balığa. Bunda xanı balığında sümüklü balıqdır. Onda sümükdən təşkil olunub. 23'ə baxaq. Xanı balığında yoxdur. Azı dişlər. Xanı balığında azı dişlər yoxdur. Elə doğru cavab A bəndidir. Qaraciyər mollyusklardan da mollyusklarda formalaşıb ilk dəfə onlardan var. Öd kisəsi var, nazik bağırsağı da var, dalağı da var. Amma azı dişləri yoxdur. 24. Yetişkin xanı balığı tənəffüs etmək üçün üzmə qovluğunu sıxmalıdır. Bunun tənəffüslə aidiyyatı yoxdur. Daima suyun üst qatını üzməlidir. İləriyə doğru nə əlaqə? Suyu udmalıdır. Bu doğru cavab olacaq. Xanı balığı ağzını açanda su daxil olur. Ağzını açanda qəlsəmə qapağı bağlanır. Su ağızdan daxil olur. Suda olan oksigenlə istifadə edir, tənəffüs edir. Həmçinin ağzına təkcə su ilə su daxil olmur. Su ilə bərabər qida maddələri də daxil ola bilər. Su daxil oldu, suda olan oksigenlə tənəffüs etdi, onu istifadə etdi. Ağzını bağlayanda qəlsəmə qapağı açılır, su xaric olunur. Suyu udmalıdır, bu formada tənəffüs eləyir. Qəlsəmə qapağı olmayan balıq hansılarda olmayacaq? Olmayacaq qırdaqlı balıq olan skatda. Çay xanı balığın ürəyinin mədəciyindən bilavasitə çıxır. Yəni az öncə necə çəkdik? Vena damarı ilə gəlir. Vena damarı ilə qan ürəyə gəlir buradan. Birinci tökülür qulaqcığa. Qulaqcıqdan mədəciyə. Mədəcikdən də gəlir qarın aortasına. Mədəcikdən keçir qarın aortasına. Doğru cavab B bəndi olacaq. Çay xanı balığının ürəyinin qulaqcığının boşluğuna bilavasitə hansı damar birləşib? Vena damarı birləşib. Hansı müddəa səhvdir? Balığın kəlləsi onurğaya hərəkətli mi birləşib? Elə bu səhvdir. Hərəkətli birləşməyib. Axı bunda boyun fəqərəsi yoxdur. Hərəkətsiz birləşmişdir.
Qəlsəmə qapaqlarını hərəkət etdirən əzələlər ola bilməz. Hansında qəlsəmə qapağını hərəkət etdirən əzələ ola bilməz? Skatda. Skatda ümumiyyətlə qəlsəmə qapağı yoxdur. Nəinki onu hərəkət etdirən əzələlər. Xana balığının qan dövranında hansı qan növləri vardır? Venoz və arterial. Bunlarda qarışıq qan yoxdur. Balıqlar haqqında səhv mülahizə venaları ilə ürəyə venoz qan gəlir deyir. Haqlıdır. Ürək boşluğundan venoz qan olur. Yalnız venoz qan olur onsuz da. Bel arteriyası ilə arterial qan axır doğrudur. Qarın aortası ilə arterial qan axır yanlışdır. Az öncə çəkdiyimiz sxemdə qan mədəcikdən qarın aortasına vurulur. Orada da venoz qan olur. Sümüklü balıqlar haqqında səhv mülahizə. Ürəyində venoz qan olur. Sümüklü balıqların ürəyində venoz qan olurmu? Bəli, olur. Burun dəlikləri və qoxu kisəcikləri tənəffüs orqanlarıdır deyir. Düzmü deyir? Xeyr. Burun dəlikləridir, qoxu kisəcikləridir. Ümumiyyətlə, burun dəlikləri yalnız qoxu bilmə funksiyası yerinə yetirir. Tənəffüs orqanı deyil. Neştərçədə yoxdur. Neştərçədə hansı olmayacaq? Kəllə, ürək və gözlər yoxdur. 34. Burada da baş, beyin, xarici skelet, böyrək. Başı yoxdur, xarici skelet yoxdur, daxili skeleti var. Böyrək yerinə də metanefridilər var. Hələ böyrək bunlarda inkişaf etməyib. Xordallar arasında ilk dəfə balıqlarda meydana gəlmiş əlamət. Xordallar arasında ilk dəfə balıqlarda. Məsələn, qapalı qan damar sistemi bunlardan əvvəl neştərçədə də var. Xorda da neştərçədə, bağırsaq da neştərçədə var, sinir borusu da neştərçədə var. Amma hərəkətli çənələr yalnız ilk dəfə balıqlarda əmələ gəlir. Burada da baxaq, ilk dəfə balıqlarda əmələ gələn döş qəfəsi ümumiyyətcə yoxdur. 2 qan dövranı deyil, 2 kameral ürək 1 qan dövranıdır. Xorda bunlarda əvvəl neştərçədə var, daxili skelet neştərçədə var. Qabırğalar isə ilk dəfə əmələ gəlib. Hansında? Balıqlarda. 37. Şəkildəki yetkin orqanizm üçün doğru mülahizələri müəyyən edin. Sümüklü balıq xana balığı göstərə bilər. Skeletə əsasən qığırdaqdan təşkil olunmayıb, sümükdən təşkil olunub. Üzmə qovuğuna malikdirmi? Malikdir. Qarın aortasından venoz qan axır deyir. Düz deyir. Ürək boşluğunda 2 növ qan olur. Yalnız venoz qan olur. 1 növ qan olur. Qəlsəmə qapağı yoxdur, var. Öt hissəsi malikdir, doğrudur. 2, 3, 6 doğru cavab B bəndi olacaq. 38-ə baxaq. Neştərçədə qan damar sistemi qapalı deyil. Neştərçədə qan damar sistemi qapalıdır. İnkişaf dolayıdır. Haqlıdır, inkişaf dolayıdır. Çünki neştərçədə mayalanmış yumurtadan kirpikli sürfələr çıxır. Ondan da yetkin neştərçə inkişaf edir. Ona görə inkişafı dolayıdır. 39. Balıqlarda nəyin olmaması səbəbindən döş qəfəsi mövcud deyil deyir. Nəyin olmaması? Onurğa, onsuz da balıqlarda onurğa var. Qabırğaların balıqlarda nəyin olmaması səbəbindən? Qabırğaları var onsuz da balıqların. Körpücük sümükləri döş qəfəsinə aid deyil. Ətrafın qurşaq hissəsidir. Ətraflar da onun kimi döş qəfəsinə aid deyil. Amma döş sümüyü yoxdur deyə döş qəfəsi mövcud deyil. Ümumiyyətlə döş qəfəsinə deyirik nələrə aiddir? Döş sümüyü, döş fəqərəsi, bir də qabırğalara aiddir. Bunlarda da körpücük sümüyü ətraf onsuz da döş qəfəsinə aid bir strukturlar deyirlər, sümüklər deyil. Qabırğasından, onurğasından onsuz da var. Orada qaldı bir dənə döş sümüyü cavabı. Cüt üzgəcləri yoxdur. Nərə forel var. Neştərçə siyənək var. Çəkinin şamayının var. Akulaskatda var. Neştərçənin çömçə quyruğunun cüt üzgəcləri yoxdur. Çömçə quyruğun bir dənə quyruq üzgəci var. Neştərçədə isə bel, quyruq altı üzgəclər var. Yəni hamısı tək üzgəclərdir. 41. Xanı balığının skeletində fəqərələrin yan çıxıntılarının yarı sayı nəyin sayına bərabərdir deyir. Fəqərələrin yan çıxıntılar. Yan çıxıntılar gövdə fəqərələrində olur. Gövdə fəqərələrində olur. Baxın, bu məsələn gövdə fəqərəsini deyək ki,
aşağı hissəsinə birləşir. Buradan yan çıxıntılar. Bax, 2 dənə yan çıxıntı var. Onun yarı sayı 1 dənə olacaq. Elə 1 dənə gövdə fəqərəsinin sayına bərabər olmuş olacaq. Doğru cavab Y bəndidir. Verilən heyvanda arterial qan axır. Bel qan damarında arterialdır. Elə arterial qan soruşur deyə doğru cavab A olacaq. Qarın ortasında venoz qandır. Mədəcik boşluğu, qulaqcıq boşluğu, ürəkdə onsuz da venoz qan olur. Quyruq venasında da venoz qan vardır. 43. Qan növlərinin sayı arteriya damarlarında axan. Arteriya damarlarında bel arteriyasında arterial qan axır. Qəlsəmə arteriyasında arterial qan axır, amma qarın ortasında venoz qan axır. Deməli, 2 növ qan dövr etdi. Vena damarlarında bir növ venoz qan axır, ürək boşluğuna da bir növ venoz qan gəlir. Bunların cəmi edəcək 4. Doğru cavab 43-də B bəndi. 44-də baxaq. Onurğasında 42 fəqərə olan xanı balığında yan çıxıntılara malik fəqərələr. Az öncə dedik, yan çıxıntılar hansında var? Gövdə fəqərələrində var. Gövdə fəqərələrinin sayı aşağı çıxıntılara malik fəqərələrdən, bu da var quyruq fəqərələrində. Aşağı çıxıntılara malik, yəni quyruq fəqərələrindən 2 dəfə çox olarsa, 2 dəfə çox olarsa bu nə deməkdir? Gəlin qeyd edək. Onurğa bərabərdir. Bundan yazmaq istəmirəm. Bundan yazaq. Onurğa bərabərdir. Baş hərflərini yazacağım. Gövdə fəqərələri plus quyruq fəqərələri. Bizə deyir ki, gövdə fəqərələrinin sayı 2x-dır. Quyruq fəqərələrinin sayı x-dır. Çünki gövdə quyruqdan deyir 2 dəfə sayı çoxdur. Onurğasında da 42 fəqərə var deyir. Bunu bizə özü deyir ki, 42 ədəd onurğasında ümumi fəqərə var. 3x bərabərdir 42, x bərabərdir eləyəcək. 42-ni 3-ə böləndə 14 mi eləyir? 14 eləyir. Bizdən nəyi soruşur? 2 qövsə malik fəqərə. Bizdən soruşur 2 qövsə malik fəqərələrinin sayını. 2 qövsə malik fəqərələr də quyruq fəqərələridir. Yəni elə x. X-in sayı da neçədir? 14-dür. Doğru cavab olacaq 14D bəndi. Əslində 2023-cü ilin MİQ sualında quyruq fəqərələrini 4 qövs götürmüşdülər. Burada amma bu sualda 4 qövslə hesablayanda, daha doğrusu 2 qövs deyəndə gövdə fəqərəsini götürəndə 28 eləyəcək. Yəni bu cavab doğru deyil. Amma arxada düzgün cavab olaraq 14-ü veriblər. Ona görə biz də 2 qövsə malik deyəndə nə götürməliyik? Quyruq fəqərələrini götürməliyik. 45. X-i müəyyən eləyin. Xanı balığının şəklini göstərib. Onurğa fəqərələrinin sayı 42-dir. Yan çıxıntılara malik fəqərələr. Dedik ki, yan çıxıntıları hansılarda var? Gövdə fəqərəsində var. Aşağı çıxıntılar hansında var? Aşağı çıxıntı da quyruq fəqərələrində olur. Yəni ki, 2x gövdə fəqərəsidir, x da quyruq. 2x budur, quyruq da x-dir. 2x plus x bərabərdir 42. X bərabərdir eləyəcək oradan neçə? 14. Qabırğaların sayını bizdən istəyir. Qabırğalar da birləşir gövdə fəqərəsinə. Gövdə fəqərəsini tapmaqdan ötürü 14-ü 2-yə vurarıq. 28. Bilirik ki, gövdə fəqərəsində olan o yan çıxıntılara qabırğalar birləşir. Bir gövdə fəqərəsini 2 qabırğa birləşir. Ona görə 28-i vururuq. 2-yə cavab eləyir 56. Doğru cavab 45-də Y bəndi olacaq. 46. Sual işarəsinin yerinə hansı canlının adı yazıla bilər? Gözləri yoxdur, qəlsəmi ömür boyu qalır və qaranlıq mağaralarda yaşayır. Bu aiddir Proteya. O da suda burada yaşayanlar sinifinin nümayəndəsidir. Aşağıda onurğalı bir canlıda qanın hərəkət ardıcılığı verilmişdir. Hansı xüsusiyyət bu canlıya aid deyil?
Ürək, qarın aortası, sonra qəlsəməyə gəlir. Bel arteriyası, toxumalar. Burada toxumalarda qan, oksigen verilir, karbon qazı alınır, sonra gəlir ürəyə. Bu görürsünüz hansına oxşuyur? Balığa oxşuyur. Yəni hansı xüsusiyyət balığa aid deyil? Borlu sinir sistemə aiddir. Qanın toxuma mayeyi ilə qarışmaması, qapalı qan damar sistemə aiddir. Ürəkdə və bədəndə bir növ qanın olması, ürəkdə bir növ qan olur, amma bədəndə bir növ qan olmur, iki növ qan olur. Həm venöz, həm arterial. 48. Balıqlarda baş beyin şöbələrini göstərin. Burada 1 ilə göstərib uzunsol beyni, 5 ilə göstərib ön beyni. Burada 1-ə beyincik yazıb, onu çıxaq əvvəlcə. 2 beyincikdir. Orta beyin yazıb. Üzərində yazaq da bir-bir. 1 uzunsol beyin, 5 ön beyindir. 2 beyincikdir burada. 3 orta beyindir. Bir dənə qaldı 4. 4-dəki bu aralıq beyindir. Aralıq beyin, uzunsol beyin, aralıq beyin. 1 uzunsov, 2 beyincik, 3 orta beyin, 4 aralıq beyin, 5 də ön beyin. Doğru cavab Y bəndi olacaq. 49. Xanı balığının ifrazat sistemi. Deyir, bir ədəd yox, bir cüt lent şəkildə qırmızımtıl qonur olmalıdır. Burada sarımtıl yaşlı yazıb olmaz. Burada oval yazıb yox. Bir cüt lent şəkildə qırmızımtıl qonur rəngli böyrəkdən 2 sidik yaxarı və sidik kisəsindən ibarətdir. Doğru cavab D bəndi olacaq. Burada kloaka yazıb. Balıqlarda kloaka olmur məsələn. 50. Hansı cərgədə xanı balığında qanın hərəkət ardıcılığı pozulmuşdur deyir. Qəlsəmə damarları. Qəlsəmə damarı düz yazıb. Sonra yazıb qarın aortası. Bax, yerini dəyişik yazıb. Birinci qarın aortası, sonra qəlsəmə yazılmalıydı. A bəndi yanlışdır elə. 51. Şəkildə xanı balığının neçə sümüyü göstərilmişdir. Baxın, gövdə fəqərəsini göstərib. Burada var 3 dənə sümük. Bu qabırğalar 1, 2, bir də bax bu gövdə fəqərəsi 3 sümük göstərilmişdir. Amma quyruq fəqərələrində 1 sümük olur. Quyruq fəqərələrini çəksək, bax belə bir şey çəkəcəyik. Burada var 1 sümük. Bunun hamısı 1 sümükdür. Amma gövdə fəqərələrində 3 sümük olur. 52. Əgər xanı balığının fəqərələrinin ümumi sayını n, quyruq fəqərələrinin sayını a ilə işarə etsək, onda qabırğaların sayını hansı düsturla göstərmək olar? Fəqərələrin ümumi sayı n-dir. Yəni n bərabərdir. Quyruq fəqərələri a-dır. A plus gövdə fəqərələrində C hərfi ilə işarə eləyək. N plus C olsun. A plus C olsun. Onda qabırğaların sayını istəyir buradan. Biz əvvəlcə gövdə fəqərələrini tapaq buradan. Gövdə fəqərəsi bərabər olacaq N çıxılsın A-ya. Düzdürmü? Gövdə fəqərəsi N çıxılsın A-dır. Bilirik ki, gövdə fəqərələrlə də 2 ədəd qabırğa birləşir. Baxın, bu gövdə fəqərəsidir. Bu çıxıntılara qabırğalar birləşir. Deməli, gövdə fəqərəsinin sayı n çıxılsın a-dırsa da, mən bunu 2-yə vurmalıyam ki, qabırğaların sayını tapam. Doğru cavab 53-ə baxaq. Əgər xanı balığının fəqərələrinin ümumi sayını n, qabırğaların sayını a ilə işarə etsək, onda onun quyruq fəqərələrinin sayını hansı düsturla göstərmək olar? Ümumi say, bunu əvvəlcə silim. Ümumi sayı n-dir. Qabırğaların sayı a-dır. Qabırğaların sayı a-dırsa, gövdənin sayı a bölünsün 2-dir. Düzdürmü? Plus quyruq fəqərələrinin sayını istəyir. Q yazaq. Buradan quyruq fəqərələri nəyə bərabər olacaq? Quyruq bərabərdir. N çıxılsın a bölünsün 2-yə bərabər olacaq. Yəni ki, hansı variant uyğun gəlir? N çıxılsın a bölünsün 2
B bəndinə uyğun gəlir. 54. Əgər çay xanısının bel üzgəclərinin sayı siyenəkdəki qədər olsaydı, onda onun cüt üzgəclərinin sayının, tək üzgəclərinin sayının nisbəti neçə olardı? Çay xanısında bel üzgəclərinin sayı 2 ədəd olur. Amma siyenəkdə bel üzgəclərinin, gəlin yazaq da, bir tərəfdən yazaq cüt üzgəclərinin sayı, bir tərəfdən də yazaq bunlarda cüt üzgəclər hansılardır? Cüt üzgəclər döş üzgəcidir, 2 ədəd. Bir də qarın üzgəcidir. Qarın üzgəci də olur 2 ədəd. Tək üzgəclər hansılardır bəs? Tək üzgəclərə aiddir. B, bir dənədir. Quyruq. Quyruq 1 ədəd. Bir də quyruq 6. Quyruq 6, o da 1 ədəd olur. Bizə deyir ki, normalda baxın, xana balığının bel üzgəci 2 ədəd olur, cüt olur. Amma deyir ki, xana balığının bel üzgəcinin sayı siyenəkdəki kimi olsaydı, yəni 1 ədəd olsaydı, onda cüt üzgəclərinin sayının tək üzgəcinin sayının nisbəti neçə olardı? Cüt üzgəclər 4 ədəddir, tək üzgəclər 3 ədəddir. 4 bölünsün 3 olardı. Doğru cavab D bəndi olardı. 55. Əgər siyenəkdə bel üzgəclərinin sayı çay xanısında olduğu qədər olsaydı, yəni bel üzgəclərinin sayı 2 ədəd olsaydı, cüt üzgəclərinin sayının tək üzgəclərinin sayının nisbəti, onda cüt üzgəclər 4 ədəd olardı. Tək üzgəclər də 4 ədəd olardı. İxtisar gedəndə qalardı 1-in 1-ə. Doğru cavab 55-də D bəndi olacaq. 56. Əgər xana balığında quyruq fəqərələrinin sayı 15 olarsa, onda qabırğaların maksimum sayı nə qədər olar? Maksimum deyirsə də, onurğasında fəqərələri 42 ilə hesablayırıq. 42 bərabərdir 15 quyruq fəqərələri plus gövdə fəqərələri. Buradan tapırıq ki, gövdə fəqərələrinin sayı 27 olur. Bizdən soruşur qabırğalarının hər gövdə fəqərəsinə 2 ədəd qabırğa birləşir. Ona görə 27-ni 2-yə vururuq, edir 54. Doğru cavab 56-da Y bəndi olar. 57. Xana balığının onurğa sütunundakı fəqərələrdə yuxarı çıxıntıların sayının aşağı çıxıntıların sayının nisbəti 3-ün 1-ədir. Yuxarı çıxıntılar, üst çıxıntılar hərəsində 1 ədəd olur. Gövdə fəqərəsində də 1 ədəd üst çıxıntı var. Quyruq fəqərəsində də 1 ədəd üst çıxıntı var. Aşağı çıxıntıların sayına aşağı çıxıntılar isə yalnız olur quyruq fəqərələrində. Məsələn, quyruq fəqərələrini 1 ədəd götürsək, ona gövdə fəqərələri neçədən götürməliyik? 2 dənə. Quyruq fəqərələri onsuz da bəllidir ki, 1 dənə ədəddir. Çünki aşağı çıxıntıları x nə hesabısa 1 olmur, daha doğrusu. Yəni mən x yazmaq istəyirəm. 1x, 2x. Baxın, burada neçədən olacaq? Yuxarı çıxıntıların sayı 3x. Yəni 3 nisbətində olacaq yuxarı çıxıntıların sayı. Hərəsində 1 ədəd olsa. Aşağı çıxıntılar isə yalnız quyruq fəqərəsində olur. Onun da sayı 1. Yəni ixtisar gedəndə 1 nisbətində qalacaq. Bu balığın neçə qabırğası var? Onurğa sütununda da 42 fəqərə var. Onda yazarıq bunların cəmi 2x plus x, 3x bərabərdir 42. X bərabərdir 14. 14. Amma 2x gövdə fəqərələridir. 14-ü 2-yə vuraraq gövdə fəqərəsi edəcək 28. Neçə qabırğası var deyəndə 28-i 2-yə vurarıq. 56 qabırğası olmuş olacaq. Doğru cavab A bəndidir.
58. Bədəni sümük pulcuqlarla örtülmüşdür. Sümüklü balıq seçməliyik biz buradan. Hansını seçəcəyik? Latimeria pəncüzgəcli balıqlar dəstəsinə aiddir. Yəni sümüklü balıqdır. 59. Şəkildə göstərilən heyvanın aid olduğu sinfin nümayəndəsi üçün hansı ifadələr doğrudur? Qığırdaqlı balıqlar sinfinə aiddir. Sümük skeleti yoxdur. Qəlsəmə qapağı yoxdur deyir, düz deyir. Əksər növləri diri bala, skatların əksər növü diri bala doğrudur. Üzmə qovuğuna malikdirlər, xeyr. 5-7 cüt qəlsəmə yarıqları olur, doğrudur. Bədən səthi sümük pulcuqlarla örtülməmişdir. Bunlar qığırdaqlı balıqlardır. 2, 3, 5 doğru cavab olacaq. 60-cı sualdan davam eləyək. Şəkildəki ifrazat sisteminə malik olan orqanizm üçün yanlış ifadələri müəyyən edin. Şəkildə lent şəkilli böyrək göstərilmişdir. Balıqlara aiddir. Su mühitinin sakinləridir. Doğrudur. Udaq üzərində 100 cütdən çox qəlsəmə yarığı olur. Yanlışdır. Bu neştərçəyə aiddir. Neştərçədə də böyrək olmur. Metanefridilərdir. Onurğası 2 hissədən ibarətdir. Doğrudur. Bədən hissələri arasında kəskin sərhəd müşahidə olunmur. Doğru. Ürək 2 qulaqcıq və 1 mədədcikdən ibarət olub 3 kameralıdır. Bu yanlışdır. Ürək 1 qulaqcıq 1 mədədcikdən ibarətdir, 2 kameralıdır. Beyində ilk dəfə rüşeym halında beyin qabığı əmələ gəlmişdir. Bu da yanlışdır. 61. Xanı balığının skeletində fəqərələrin yuxarı qövslərinin sayına görə nəyi müəyyən etmək olmaz deyir. Yuxarı qövslər həm gövdə fəqərəsində olur, həm də quyruq fəqərəsində olur. Qabırğaların sayı. Qabırğalar gövdə fəqərələrində olur. Siz yuxarı qövslərin sayına görə hardan bilə bilərsiniz ki, onun neçəsi gövdə fəqərəsinə aiddir, neçəsi quyruq fəqərəsinə aiddir? Bunu bilə bilməzsiniz. Ona görə qabırğaların sayını da bilməzsiniz. Çünki qabırğalar yalnız gövdə fəqərələrinə birləşir. Fəqərələrin cisimlərinin sayını bilmək olar. Olmaz deyir. Biz içini bilə bilərik. Çünki fəqərələrin cismi ümumidir. Həm quyruq fəqərəsində var, həm gövdə fəqərəsində var. Fəqərələrin yuxarı çıxıntılarının sayını da bilə bilərik. Quyruq fəqərələrinin sayını bilə bilmərik. Çünki yuxarı qövslərin sayı ümumidir. Yenə deyirəm, siz bilməzsiniz ki, onun neçəsi quyruq fəqərəsinə aiddir, neçəsi gövdə fəqərəsinə aiddir. Aşağı qövslərin sayını bilə bilmərik. Aşağı qövslər yalnız aiddir quyruq fəqərələrinə. Yan çıxıntılarda yalnız gövdə fəqərələrinə aiddir. Onu da bilə bilmərik. 1, 4, 5, 6 doğru cavab olacaq. 62. Qan növlərinin sayı. Arteriya damarlarında axan 2 növ qan axır. Vena damarlarında 1 növ venoz qan axır. Ürək boşluğuna 1 növ venoz qan gəlir. X Y-ə bərabər deyil. X Z-ə bərabər deyil. Amma Y Z-ə bərabərdir. X bərabərdir 2Z. Bəli, gərək Z-i 2-yə vuraq ki, X-ə bərabər olsun. Z bərabərdir 2Y. Yox. X bərabərdir 2Y. Doğru olacaq. 3, 4, 6. Əgər xanı balığının skeletində 56 qabırğa varsa, onda onun onurğasının quyruq hissəsində neçə fəqərə var? Onurğa sütununda 39 fəqərə var ümumi. Əgər 56 qabırğa varsa, onu 2-yə bölürük, eləyir 28 ədəd gövdə fəqərəsi plus quyruq fəqərəsi. Buradan deməli quyruq fəqərəsi neçəyə bərabər olacaq? 11-ə. Doğru cavab 11-dir. Əgər xanı balığının onurğasının quyruq hissəsində 12 fəqərə varsa da, neçə qabırğası var? Onurğa sütununda 42 fəqərə var ümumi, quyruğu 12 fəqərədən ibarətdir. Plus yazaq gövdə. Buradan gövdə bərabər olacaq 30-a. Bilirik ki, hər gövdə fəqərəsinə 2 ədəd qabırğa birləşir. 30-u ona görə 2-yə vurmalıyıq. Edəcək 60 qabırğa. 65. Burada xanı balığını görsədib, fərd sayı n-dir, üzgəclərin sayı 64-dür. Xanı balığında 2 ədəd
bel üzgəci olur. 2 ədəd bel üzgəci, 1 quyruq, 1 quyruq altı, 2 döş, 2 qarın. 8 ədəd ümumi üzgəci var. 64-ü 8-ə bölürük. Deməli, burada 8 ədəd xanı balığı var. Ürək kameralarının sayı 1 xanı balığında 2 ürək kamerası var. Deməli, 8-i 2-yə vururuq. 16 ədəd ürək kameralarının sayı olacaq. Bu qədər testlərimizin sonuna gəldik. Ümid edirəm izahım faydalı olur. Əgər elədirsə, like atıb abunə olmağı unutmayın. Sağ olun.